Yaxın əyləşin, 20 il öncə hazırladığım salatı yenidən hazırlayarkən sizinlə bölüşmək istədiklərim var. Bugün özümü çox qəribə hiss edirdim. Heç nəyə həvəsim yox idi. Nə danışmağa, nə də çətin nəsə etməyə. Sadəcə özümü toparlamaq istədim və gəldim mətbəxə. Biraz dayandım, bir kələm götürdüm. Elə belə düşünmədən doğramağa başladım və qəribədir. Hər kəsikdə fikirlərim də biraz sakitləşməyə başladı. Bəzən insanın içi qarışıq olur və sən onu düzəltməyə çalışdıqca daha da qarışır. Amma bu dəfə heç nəyi düzəltməyə çalışmadım. Sadəcə davam etdim. Biraz kələm əlavə elədim, biraz xiyar və hiss etdim ki, hər şey yavaş-yavaş yerinə oturur. Həyat da bəlkə belədir. Hər şeyi nəzarətdə saxlamaq yox, bəzən sadəcə axışına buraxmaq lazımdır. Bu sadə kələm salatı bəlkə də bugün mənim üçün yeməkdən daha artıq oldu. Əgər bugün heç nə planladığın kimi getmirsə, narahat olma. Bəzən həyatın ən gözəl anları da plansız olur. Bəlkə də elə bu qarşılığın içində səni sakitləşdirən ən sadə şeylər gizlidir. Bəzən bir qapı bağlanır ki, sən daha böyük bir qapıya yönələsən. Bəzən gecikən bir şey əslində səni qoruyan bir gecikmə olur. İnsan elə bilir hər şey nəzarət altında olmalıdır, amma həyatın öz axını var və o axını səni düşündüyündən daha gözəl yerlərə aparır. Bəlkə sən indi görünməyən yolda irəliləyirsən və birazdan anlayacaqsan ki, bu gecikmə səni tam doğru zamana gətirib. Sonda hər şey yerinə düşür. Sadəcə bəzən həyat sənə əvvəlcə səbirli olmağı, sonra isə hazır olmağı öyrədir. Əslində bu videoda izləyərkən sizin üçün resepti aydın şəkildə izah etməliydim. Məncə izaha ehtiyac yoxdur. Hər şeyi videoda olduğu kimi çəkmişəm. Nuş olsun. Sizinlə söhbətləşmək çox xoş idi.